Salamlar, vaxtınız xeyir olsun. Hörmətli YouTube kanalımızın izləyiciləri. Demək, axşam saatlarıdır. Saat 23, 21, ayın 29-u, 6-cı ay. Xızıda gördüyünüz bu mansardın izolyasiya işləri tərəfimizdən icra olunur. İndi gedək yuxarı görək hansı izolyasiyadan və hansı məhsullardan istifadə olunur və necə izolyasiya olunur. Ne varsa ne orada? Suluyursan, çaylayırsan? Suluyuram. Ha. Getdik. Yapışıqqa taxla vuracaqlar mansara. Bizim izolyasiyanı gözləyirlər. Belə hələ ki pilləkən qoyulmayıb. Buradan taxız yuxarı. Yazında bir tane daha mansar istəyirdi ya. O da yol sağında sonra məkələyə girdiyi yolda var, yanındadır. Sıkısı üzümü oxşur, sıkısı qaracaqlar. Üstünde yok, ne var? Qalxdıq yuxarı. Gördüyünüz kimi izolyasiya texnologiyası baxımından qeyri-standart yığılmış mansarda poliuretan izolyasiya işləri icra edirik. Niyə qeyri-standart formada yığılır? Çünki bu kimi mansardlara əlbəttə ki, gördüyünüz bu stafilin üzərindən membran vurulmalıdır. Membrandan sonra kontur reykasından sonra çerepitsan reykası, sonra çerepitsanın özü ki, hava axını məhz burada işləyib altında tərlətmək yaratmasın. Amma indi məhz dərəcəsi az olan damlarda biz nə edirik? Məhz membran mümkün qədər içəridən vurmuruq ki, dam örtüyünə yapışmamasını təmin etsin. Amma burada isə birbaşa poliuretan izolyasiya tətbiq olunur. Məhsulumuz Türkiyə istehsalıdır. İstismar müddəti 35-dən yuxarıdır. 35 ərzində istədiyi soyuqdur, səsdir, nəmdir, kifdir, tərdir, buxardır. Cəmizlər və şəraflardır. 2 mm sizi rahat etməyəcək. Kənar hissələrə baxdığımızda Fenaflex məhsulu yerləşdiririk. Səbəb budur ki, karniz isə izolyasiya vurmaq məsləhət deyil. Yaxşı olar ki, karnizin üzərlərini izolyasiya vurmayasınız. Çünki karnizlər dam örtüyündən daha tez xarab olur və tez də dəyişilir. Çünki su novunun suyu və nəmi ona təsir qoyduğu üçün. Yəni səbəb budur. Yoxsa öz-özlüyündə orada uzun müddət qala bilir. Belə də Fenaflex məhsulu vurulur, məhsulun üzərindən poliuretan vurulur. Şimdi gedək digər tərəfə həmin hissədə bişirmişlər görülüb. Görürsünüz, bu kənarları deyirdim sizə. Bu kənarlar tamamilə bağlanıb. İndi buradan nə isti, nə soyuq, nə qeyri-sabit hava axını heç zaman gəlməyəcək. Ustamızın da əllərinə sağlıq, həmin hissələri bağlayır və bağlayandan sonra üzərinə poliuretan izolyasiya vurulur. Hazırda yanımızdadır, işlərimiz texniki qaydalara uyğun icra olunur. Məhsullar bugün bir marka ola bilər, sabah bir marka ola bilər. Markaları dəyişilir. Demək olar biz uzun illərdə işləyirik sahədə. Müxtəlif markalı məhsullar gəlir. Əsas məhsulun markası yox, məhsulun özüdür. Çünki həm gələn məhsullar hamısı tərəfimizdən yoxlanmış olunur, test olunur, üstüsə yox, əmsalı yoxlanılır. Ondan sonra isə əraziyə aparıb işləri icra edirik. Yəni markaya köklənib qalmıyor. Əsas daxilində olan məhsulun keyfiyyətidir. Beləcə axşam saatlarıdır. Bayaq da sizə göstərdik saatı, indi də göstəririk. Bu saatlarda Xızıda mansardın izolyasiya işləri tərəfimizdən icra olunur. Məhsul lazım olarsa sizə mağazamızdan əldə edə bilərsiniz. Ünvanımız Abşeron Ticarət Mərkəzi, sıra 1, korpus 2, mağaza 15. 114 izolyasiya qrup. Elə internetdə də, Waze-də də yazırsınız 114 izolyasiya qrup. Məhz həm mağaza çıxır. Yaxınlaşıb müxtəlif növlü izolyasiya məhsulları var. Hamısına baxa bilərsiniz və
sizin mansarda və yaxud sizin izolyasiya işlərinə uyğun məhsul seçimində də sizə köməklik göstərə bilirik. İndi özümüz hər zaman mağazada olmuruq, ərazidə texniki işlərə baxırıq. Mağazada olan əməkdaşımız bacardığı qədər sizə köməklik göstərir. Əgər yox, o artıq bilmədiyi bir məsələdirsə, o zaman biz sizə yaxınlaşıb köməklik göstəririk və ya telefonla köməklik göstəririk. İndi YouTube səhifəmizdə bizi paylaşım edirik, amma əsas hər gün və aktual işlərimizlə bağlı digər Facebook, Instagram və TikTok səhifələrimizdə də hər zaman işlər paylaşılır. Beləcə, gecəniz xeyrə qalsın, Allah'a əmanət olun, geniş layihələrində görüşmək ümidilə, siz olmaq üzrə xidmətinizdə.